Salam hörmətli izləyicilərimiz, hər vaxtınız xeyir. Bugün sizə şəxsi bir həyət evi çəkib təqdim edirəm. Bax, bunun həyətidir. Həyətində 2-3 dənə maşın yerləşən həyəti var. Bax, burada hamamla ayaq yolsudur. Qazı, su, işığı hamısı var. Sayğacıları qoyulub. Yerləşmə yeri Masazır qəsəbəsində tam stolun arxasında. Bax, düz burada marşrut keçir 50 metrlə. Bax, marşruta keçdi görürsünüz. Avtobus düz buradan keçir. Çoxdan ki tikilidir, altı daş kürsü üzərində də damlı şifir paketdir. Bax, burada üzüm ağaclarıdır. Bax, burada da yenə də belə bir ağacları var. Bir neçə illərin tikilisidir. Bir daha sizə ətrafı göstərib, tam yaşayışdır. Bir də həyəti üstünə, bax, buradan tok keçir, həyəti üstündən. Bax, belə bir toklar keçir. Yenə də ətrafı hamısı yaşayışdır. Göstərim sizə, üzü yuxarıya, aşağı hamısı yaşayışdır. Evimiz kombi sistemi ilə qızdırılır, kombisi var. İtlaq sərə istip oldu. Bu da ki, qonaq otağıdır. Belə bir qonaq otağıdır. Pəncərəsi öz həyətində açılır. Təzə təmirdən çıxır. Balaca bir yataq otağıdır. Bu da ki, mətbəxi. Kimsəsə mətbəxin pəncərəsini böyüdə bilər. Ya torpaq qiymətinə verir, hələ ondan da bəlkə deyim aşağıdır. Qiymət 35.000 manatdır. Sənəd bəlgənin qiymətləndirmə sənədidir. Bir də ki, eski layihəsi. Yəni bu sənəddən də birbaşa bu evdə qeydiyyata durmaq olur. Kim alsa Allah xeyir versin.